Tamam. Buyurun. Selamünaleyküm, herkese salamlayıram. Axşamınız xeyir olsun. O gözəl dəyərli vaxtınızı ayırıb bizim dərimizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Mən Sənəm Quliyeva. Artıq 2 ilə yaxındakı burada fəaliyyət göstərirəm. İnşallah yanvarın ikisi 2 ilim tamam olur. Yəni inşallah burada məqsədimə, əmalıma çatmaq üçün mücadilə edirəm. Hədəfimə çatmışam, ilk qoyduğum hədəfə. İndi digər hədəflərimə çatmaq üçün mücadilə edirəm. İnşallah ki, onlara da çatacam, əminəm yəni. Həqiqətən də bu işe inamla başlarsanız həqiqətən də gözəl şəkildə də uğur əldə edəcəyinizdən əmin olun. Çünki o inan məndə var, ona görə də nə pəs edib getmirəm, nə də verimli yerimdən tərpənmirəm də. Yəni bura yəni gəlmişəmsə burada qazanacağam inşallah. Müsahibə. Deməli, məncələri Baxşaliyeva zaten tanıyırsınız. Mövzumuz müsahibə. Müsahibə ümumiyyətlə bu işə daxil olarkən hansı ki sadəcə və sadəcə bu işin məğzini anlayıb qarşı tərəfə nə cür ötürəcəyinin düşüncəsini özündə formalaşdırıb, hansı işə, xidmətini hansı iş üzərindən genişləndirdiyini, fəaliyyətini hansı iş üzərindən davam etdirdiyini başlayıb göstərdiyim bir sahədir. Məsələn, deyək ki, hər hansı bir, mən bunu yenidə loru dildə el arasında necə deyirlər, nəyin təqdimatını gücləndirir? Deyək ki, mənim hər hansı bir sahədə çalışıram və bu sahənin nədən ibarət olduğunu və mənim burada işimin nədən ibarət olduğunu qarşı tərəfə ötürməkdən ibarətdir. Müsahibənin bir neçə mərhələsi var, hansı ki bilirsiniz də giriş hissəsi, sonra ortalarda artıq müəyyən nə edəcək, necə edəcək, onun üzərindən qısa bir lakonik 8 dəqiqə, 8 saniyəlik, o 8 və 15 saniyəlik səs arasında, ya da ki 1 dəqiqəlik səs arasında sığdırılacaq işin nədən ibarətdir? Məsələn, mən loru dildə deyəcəm, hansı ki, mənim məsələn işim burada nədən ibarətdir? Mənim işim burada, hansı ki şirkətin 3 şərti var, şərtlərdən biri deyirəm. Birinci şərtimiz nədir? Öyrənmək şərtidir. İstənilən sahədə öyrənmək şərt olduğu üçün, olduğu kimi bu sahədə öyrənmək birinci növbədə şərtdir. İkinci şərtimiz nədən ibarətdir? İkinci şərtimiz evinin tələbatını ödəmək. İllərdə ənənə marketdən aldığımız məhsulları marketdən deyil də bu şirkətdən alaraq biznesimizi genişləndirmək. Məsələn, bizim necə hansı məhsullarımız var? Biz xidmətimizi nəyin üzərindən genişləndiririk? Bizim kosmetik, gigiyenik, qida əlavələrimiz, çaylarımız, kofelərimiz. Yəni bizim bu kimi məhsullarımız var. Bu kimi məhsulların təqdimatını gücləndirərək, insanları bu sektora dəvət edərək şirkətin şərtini yerinə yetiririk. Üçüncü şərtimiz isə dəvət. Hansı ki, dəvət dediyin artıq bildiyiniz kimi bütün sosial platformalarda, istər Instagram üzərindən, istər Facebook üzərindən, istər Lalafo, istər Ünvanaz, istər Topaz. Yəni, bütün sosial şəbəkələr üzərindən və yaxud da yaxın çevrədən rekrut edərək insanları bu sektora dəvət edirsən. Hara dəvət edirsən? Və sən bildiyin bir sistemə, bildiyin şirkətə, bildiyin bir yerə təbii ki, insanları dəvət edərək, artıq bunun da adını müsahibə qoyaraq, məğzini müsahibə üzərindən irəlilədərək fəaliyyətini davam etdirirsən. Müsahibələri doğru şəkildə inkişaf etdirən, bəzən xanımlar deyirlər ki, işimiz nədən ibarətdir? Bizim işimiz bəzən deyirlər ki, məsələn, insanlara çatmaq, insanlara yetmək, insanlara o fikirlərini bölüşmək, insanlara nəyin təqdimatını gücləndirmək, kimi məhsul deviləsi üzərindən, məhsullar üzərindən giriş edərək insanları komandalara dəvət edir, kimi ayaqları üzərində durmağı təmin edərək komandalarına dəvət edir, kimi maşın fürsətlərini dəyərə çevirən, kimi məsələn, bilirsən də xanımlar, müsahibə ümumiyyətlə keçərkən, müsahibə keçilərkən insanların qarşı tərəfin düşüncələrinə, fikirlərinə, iradələrinə, inkişaflarına, inkişafsızlıqlarına, məsələn, 4 il bundan öncə mənə desəydilər ki, sən maşın alacaqsan, əlbəttə ki, mən inanmazdım. Əlbəttə ki, mən deyərdim ki, uy Allah, bunlar məni hara dəvət edirlər. 4 il bundan öncə mənə desəydilər ki, sən 1000 manat hələ 6000'i qoydum kənara, 5000'i qoydum kənara, 1000 manat üzəri gəlir əldə edəcəksən, mən deyərdim ki, bunlar nə danışırlar? Bunlar xəyal qururlar, bunlar yuxu görürlər, bunlar nə danışırlar? Yəni mən necə ola bilər ki, mən burada 1000 manat üzəri gəlir əldə edə bilərəm, sadəcə 35 manatlıq aylıq devrəmi təşkil edərək. Deməli, buradan hansı qənaətə gəlirik? O qənaətə gəlirik ki, biz insanlara xidmət etdiyimiz şirkətin imkanlarını təqdim edərək bu müsahibəni doğru mərhələyə bölüb, onlara görə davranmağı bacarıb və qarşı tərəfin hissəklərinə, qarşı tərəfin duyğularına, qarşı tərəfin fikirlərinə uyğun olaraq onları bu sektora dəvət edərkən doğru müsahibə növündən istifadə etməyi bacarmalıyıq. Ona görə bəzən xanımlar
Məsələn, mənim müsahibəm necə idi? Məsələn, Füsulə xanımdan ilk dəfə bu sektora daxil olanda qrupa belə bir müsahibə mətni atmışdılar. Hər dəfə onu qruplara yönləndirirdik. Salam, mən ilk öncə özümü təqdim edim. Adım Füsulə, məsələn, baş Çinarə Baxşaliyeva, hal-hazırda 4 ildir bu sayədə, 2 ildir, 1 ildir bu sayədə fəaliyyət göstərirəm. Hazırda gəlirim bu qədər. Evdən idarə etdiyim işimdə nəsə bu falan da. Sonra şirkət haqqında qısaca məlumat verim. Artıq Azərbaycanda müəyyən vaxtı gəlib. Digər şirkətlər kimi hansı ki 150-200 manatlıq məhsul livrəsinə ehtiyac yoxdur. Bizim kosmetik, gigiyenik, qida ləvələr, çaylarımız var. Sadəcə təqdimat və qeydiyyat baxımından komanda şəkildə dəstək olunur falan da filan da deyə müsahibə vardı. Mən o müsahibəni hələ də istifadə etmirəm. Hələ də 4 ildir buradayam. Mən o müsahibəni sadəcə, amma mən o müsahibəni öyrəndim xanımlar. Niyə öyrəndim mən o müsahibəni? Səbəb nədir? Öyrənmə səbəbim nədən ibarət idi? Öyrənmə səbəbim ondan ibarət idi ki, mən nəyi xidmət etdiyimi, nəyi təqdim edəcəyimi bilməli idim. Mən hansı şirkətlə və bu şirkətin mənə verdiyi hansı imkanlara sahib olduqlarımı qısa və bir dəqiqəlik səsə sığdıraraq onu öyrənməli idim ki, sabah mənim verilən suallarda, verilən cavablarda mənim ora verəcəyim bir cavab olsun. Mənim verəcəyim bir fikir olsun. Mənim qarşı tərəfə ötürəcəyim bir düşüncə olsun. Ona görə də nə edirdik? Biz bunu öyrənərək, amma günü bugün mən müsahibələrimi necə keçirəm? İnsanlara görə. İnsanların düşüncələrinə görə. Bayaqlar qeyd etdik. Mən hətta axşam bildiyiniz kimi güc və zəkaya da yönləndirmişdim. Kimisi ayaqlar üzərində durmaq istəyir, kimisi ev almaq istəyir, kimisi sadəcə mükəmməl məhsullardan istifadə etməyə çalışır, kimisi ayaqları üzərində durmaq istəyir, kimisi uşaqlarına gələcək vermək istəyir, kimisi səyahət istəyir, kimisi sadəcə və sadəcə ortam. Hansı ki, o ortama sahib olmaq istəyir. Evdə bezir bütün gün uşaqlara baxmaqdan, ailəyə baxmaqdan, o ortam ona xoş gəlir və o ortama islişərək artıq qruplarda onun fəaliyyətini davam etdirmək ona xoş gəlir. Yəni buradan hansı qənaətə gəlirik? Biz insanlara görə müsahibələrimizi doğru şəkildə doğru bölməyə bacarırıqsa, o zaman inkişafımızı da gücləndirib onları da bu sektora dəvət etməyə bacarırıq. Hansı ki, müsahibə ilə bərabər də mən Sənəb xanımın bu aralar maşallah olsun ki, qeydiyyatları çox gözəl alınır. Hansı ki, bu dövr bilirsiniz də biraz kritik bir dövrdür. Bildiyiniz kimi qeydiyyatların alınması biraz çətin olan bir dövrdür. Niyə? Kimi dindirirsən güyən onda fəaliyyət göstərir. Kimi dindirirsən gəlmir. Kimi dindirirsən istəmirəm deyir. İlla ki, əlbəttə ki, bizim də məsələn bu sektorda fəaliyyətini davam etdirən insanların da əlbəttə ki, gəlib gedən, çalışmayan insanlar olur. Amma ən azından gətirməyə bacarıb onların məsələn 3 tip müsahibələri doğru şəkildə keçib ən azından qeydiyyata gətirən insanlarımız da artıq müəyyən tipə bölünür. Birinci tip insanlar gətirdiyi insanları inkişaf etdirə bilmir. Çox təəssüf olsun. İkinci tip insanlar ümumiyyətlə gətirə bilmir. Çünki artıq özünə güvəni, özünə inancı və hardasa özü nədəsə səhv etdiyini bildiyi üçün. Üçüncü tip insanlarsa ümumilikdə burada qazanacaqlarına inanmadıqları üçün dəvətlərinin də alınmaması və müsahibələrinin də doğru şəkildə alınmamasını təmin edir. Ona görə nə edəcəksiniz? Bu tipləri qoyacaqsınız kənara. Birinci özünüz düşünəcəksiniz ki, mən nə istəyirəm, bu sektorda nəyə görə varam və mənim məqsədim amalım nədən ibarətdir və mən xidmətimi hansı məhsullar və hansı keyfiyyət, hansı brend üzərindən fəaliyyətimi davam etdirirəm. O zaman bunu özünüzə birinci mənimsədib, özünüzə inandırarsınızsa, qarşı tərəfə bu zaman inandırmaq çox asan olur ki, həyatları burada dəyişməyə bacarmışıqsa, məsələn, adicə storimdə paylaşmışam, nə yazır? Yeri gəlsə hansı ki bir evdar xanım idi və bu evdar xanımın həyatına bugün burada fəaliyyətini davam etdirmək əgər toxunuş edibsə də ki bir dənə paylaşım qrupunu da aldım, yadımdan çıxartdım, qoy storimdən paylaşım. Nə yazıbdı? Gördüyünüz kimi 2025 sən mənim uğurumsan, Home Life. 2026-cı ildə mənim əlimdən tutub zirvələrə qaldıran ən gözəl əvəzsiz işim olacaqsan Home Life. Yəni bugün həyatları toxunmağı bacaran bir sistem, həyatları toxunmağı bacaran bir komanda, həyatları toxunmağı bacaran bir mükəmməl məhsulları olan bir şirkətin, yəni siz inanacaqsınızsa, təbii ki, onun təqdimatını da siz gücləndirəcəksiniz. Çünki heç bir savad, heç bir bilgi, heç bir mükəmməl danışıq qabiliyyəti insanları bu sektora dəvət etmir. Bu sektora dəvət edən sizin inancınız, sizin arzunuz və sizin nə amala burada xidmət etdiyinizi və kimi hara, niyə görə dəvət etməyinizdən irəli gəlir ki, bunu mütləq və mütləq dərslərinizin bir küncündə qeyd edin. Kimi, hara və nə üçün?
Tabii ki siz bunu birinci növbədə özünüz burada nə üçün fəaliyyətinizi davam etdirdiyinizi bildikdən sonra kimi, hara və necə, nə üçün dəvət etdiyinizi təbii ki çox asan şəkildə təmin edəcəksiniz. Buyurun liderim. Bu aralar qəşəng qeydiyyatlar edirsiniz. Maşallah gündə yazırsınız bu bir qeydiyyatım, iki qeydiyyatım, üç qeydiyyatım və necə qeydiyyat edirsiniz və necə olur ki bu zamanda bu qavramda hansı ki mən qeydiyyat edə bilmirəm deyən bəzi liderlərin bir istəyərdim ki onlara işıq olasan, onlara ümid olasan. Hətta məncə bir ekran paylaşıb mən bir paylaşmaq istəyirəm amma bilmirəm orada nələr danışmışıq. Ən azından bir ən azından bilmirəm arada olur indi kaçamaqlıq türklər deməsini yapırıq. Hansı ki bizim işimizin bildiyiniz kimi elə özəlliyi, gözəlliyi də bağ üzərindən qurulduğu üçün olur arada bir kaçamaqlıq yapa bilərik. Amma bir görüm zəhmət olmasa bir qeydiyyatları da gör ekran bölündü liderlərim. Yox məncə Bəli, görünmədi. bölünür. Ama Bölünür. görkəmdir. Ekran paylaşmışsınız ama görkəmdir. Hava çıxım təzə. Sadəcə son dönəmlərin qeydiyyatlarını göstərmək istəyirəm ki, və o sonra sənəm liderimə sözü verəcəm ki, görüm hansı platformadan və necə olur ki, bu aralar dəvətləri, heç kəsin dəvətləri alınmayarkən onun Burada danışmamışıq. Allah yenə qatmışıq da. İndi nə bilim indi hansı nömrədə. Demişəm sizə bir dənə nömrə işlətməyin də, xahiş edirəm. Nə olar? Ben bu nömrə. nevi hicabda olandayım. Budur liderim. Məsələn, uğurlu qeydiyyat gördüyünüz kimi, uğurlu qeydiyyat gördüyünüz kimi, uğurlu müsahibə gördüyünüz kimi, kaçamaqlıqları qoydum kənara, uğurlu qeydiyyat gördüyünüz kimi. Yəni digərləri də var, amma bildiyiniz kimi telefon arada gidiyor. Yəni sonra düşək biraz aşağı. Uğurlu qeydiyyat gördüyünüz kimi, yəni artıq digər 2-3 nömrədə işlədiyi üçün bu qədər göstərə bildim. Yəni necə olur ki, bu dövrdə, bu zamanda insanlar qeydiyyat gətirə bilmədiyi dövrdə siz qeydiyyat gətirirsiniz. Bunun da sirrini bir sizdən biləmək istəyirik. Buyur liderim. Yəni sirri deyəndə insan özünə inanmalıdır. Mən yəni şəxsən öz adıma deyim ki, mən günə başlayanda özümə inanlı şəkildə başlayıramsa, həmin günü ən azı bir qeydiyyatım olur. Yəni çox olanda da olur. 2-3 qeydiyyatım da olur. Amma günə başlayanda özümü o belə pis çıxmasın, rahat bir şey hiss etməyəndə deyirəm ki, hə, bu gün olmayacaq. Onu özümdə hiss edirəm. Nə qədər o rekruting etsəm də, nə qədər yazsam da, nə qədər çaba göstərsəm də həmin gün alınmır. Amma yəni bu işe girdiğimde ben yani özüme söz verdim ki, yani buradaki hanımlar başarırsa, neyse bilirlərsə, yani ben de başarabilirim. Yani ben de burada ileri gedib qazanc əldə edə bilərəm. Yani zaten muzlu işte çalışmışam, onun çətinliyini bilirəm. Yəni bu evdə belə evdən idarə olunan onlayn işin də yəni məzmununu bilsəm, yəni irəliləyəcəm yəni. Həqiqətən də məni çox gözəl şəkildə yönləndirdilər və bu yönləndirmə məni buradaki kazanmanın bir addımını da yaxınlaşdırdı. Şükürlər olsun 5 aya mən direktorluq rütbəsini açdım. Onu da yəni həqiqətən də gözəl şəkildə, istəkli şəkildə, həvəsli şəkildə başladım və nəticəmə nail oldum. Çünki özümə inanırdım, dedim başaracağım. Yəni buradakilərin heç birindən eksik deyiləm. Yeri gələndə onların gücünə də, onların olduğu gücdə də məndə də var. Yəni mən istəsəm onu edə bilərəm. Bir də sağ olsun burada Arzu Xıdırzadənin bəzi təlimlərinə baxdığım qrupdakı söhbətlərinə o belə deyim də şuuraltı. Mən həqiqətən də şuuraltı indiyə kimi nə olduğunu bilmirdim bu işə qatılana kimi. Mən bizim gəlinimiz psixoloqdur. Getdim ona dedim ki şuuraltı nədir? Dedi ki şuuraltı və yerləşdirmisən ki sən üzərlik yandıranda o başımın ağrısı keçəcək. Dedim odur şuuraltı. Dedi hə. Dedi get bundan sonra inan ki sen kazanacaksan. Onu o şuuraltı və yerit. Gəldim həqiqətən özümü o dərəcədə inandırmışdım ki, mənim 2-3 ay qeydiyyatım olmadı. Yəni Günəş liderimdə dedi ki, diyan da, yəni eləmə. Nömrələrim spama gedirdi. Mənim bir nömrəm yoxdur, 2-3 nömrəm var. Yəni nömrələrim spama gedirdi, heç də alınmadı. Dedi bir ayı yəni də yandır, ancaq komanda ilə məşğul. Mən o zamandan sonra belə deyim, Arzu Xıdırzadəni tanıdım, qruplara baxdım. Onsuz da qruplarda aktiv idim, amma çox vaxt ayıra bilmirdim rekrutingdə. Arzu Xıdırzadənin o şuuraltısını eşitdikdən sonra özümə söz verdim ki, yəni mən burada qazanmalıyam. Həqiqətən də mən
o ayı mən inanmırdım ki, direktorluq rütbəsini açacağam. Mən o ayı təsəvvür ikinci qolumunda altını çıxartdım, üçüncü qolumdan da səfir çıxartdım. Yəni istədiyimə nail oldum. O bu, yəni mən burada yəni özümə söz verdim ki, yəni həqiqətən də bu mövcuddur. İnam, yəni bu işin uğur haçarı, yəni inamdır. İnandıqdan sonra hər şeyi də əldə edəcəyik. Yəni bu inamı mən çox işdə belə yoxlamışam. Yəni getdiyim işlərdə inanmışam ki, mən başaracağam. Yəni həmin işi də başarmışam və geri də dönmüşəm. Yəni mən Türkiyədə heç kəs belə deyim də gedib orada baş çıxartmadığı fabrikalarda gedib orada baş çıxarıb, yəni vəzifəmi qaldırmışam. Demək burada da yəni bunu edə bilərəm. Evdə uşaqlarımdır. Zaten o pis çıxmasın bu işdən öncə mən seriallara baxırdım, ya TikToka baxırdım, ya Instagrama baxırdım. Amma indi mən onlara vaxt ayırmıram. Adi mənə deyirlər ki, TikTokda falan videonu gördün. Dedim Allah haqqı yox, görmürəm. Yəni mən o qədər TikToka girdim. Hamıya xəbər verən sənəm. Mən indi TikToka ancaq rekrutinqə girirəm. Bir ara reklam yerləşdirdim ki, mən çatdırıb onlara cavab verə bilmirdim. Səbirsizlənirdim. TikToka girəndə elə bilirdim ki, mənə kimsə deyir ki, sən niyə TikToka girirsən? Və o dərəcəyə gəlmişdim, amma müsahibə keçməyə girirdim. Ən çox da müsahibələrimə o həmin günə hazır olmadığım günü mən müsahibəyə girmirdim. Özümü hazır hiss elədikdən sonra müsahibəyə girirdim və o müsahibəni də alırdım. Çoxsunu da belə deyim də kontaktıma yönətmişəm. Hal-hazırda indi təlimə qoşulanlar varsa indi məni dinləyirlər, amma məsəl üçün WhatsApp-da yəni həqiqətən də bir 50 nəfərə yaxın, yəni çox deməyim, son 2-3 ayı mən 50 nəfərə yaxın qeydiyyat gətirmişəm. Gətirmədiyim insanları da kontaktıma salmışam. Yəni onlar məni izləyirlər, yəni görürlər durumlarımı falan. Yəni həqiqətən də, çünki mən inanaraq bir işə başlayıramsa, mən elə bir günə deyim ki, başlayıramsa, ondan nəticə alıram. Yəni özünüzə ən əsası burada özünüzə inamdır. Kim məndən soruşanda ki, gün ərzində yəni müsahibəyə necə girirsiniz? Mən müsahibəyə uşaqlarıma deyirəm, sakit olun. Mən bir dənə bu müsahibəyə girim, zəngləşməyə. Mən çıxım, yəni nə istəsiz eləyəcəm. O müsahibəyə girəndə o içimdəki o belə deyim də həyəcanı hiss eləyirəmsə, o müsahibəni alıram ki, o qeydiyyat mənim olur. Yəni onun nəticəni də alıram. O yəni həqiqətən bir də müsahibəyə girəndə mən o liderim demişəm, müsahibə mətnini əzbərləməmişəm. Yəni mən burada necə gəlmişəm, necə başlamışam, mənə necə yön göstəriblər, mən burada nə edirəmsə, mən onu qarşı tərəfə anladıram ki, qarşı tərəf belə deyim də o ağ kağızdır. Mən ona nə desəm, mən burada rəsmi dildə danışsam, o qaçacaq sırası. Ona görə də belə deyim də öz dilimizdə, yəni ona izah edirəm ki, məsəl üçün gələcəksən komanda şəklində başlayacağıq, yəni bunu edəcəyik. Yəni bu şəkildə qarşı tərəfə izah etdiyimdə qarşı tərəf mənlə razılaşır və qeydiyyata gəlir. Bir dəfə yəni belə deyim də təzə başlayanda biraz rəsmi danışırdım, çox tez-tez danışırdım. Gördüm ki, qaçırlar. Da o rəsmiliyi qoydum qırağa, o belə deyim də əzbərlədiyimiz müsahibəni qoydum qırağa. Oradan lazım olanları götürdüm. Həqiqətən də istədiyimə nail oldum. Yəni o müsahibə ilə də gedirəm. Çalışıram ki, liderlərimi də ondan yönləndirim. Məsəl üçün liderlərimə belə deyim də qısaca mətnlər atıram ki, bunlarla gətirin, əsas zəngləşmədir. Adını öyrəndikdən sonra, zəngləşməyə gətirdikdən sonra o müsahibəni almaq həqiqətən də asandır. Bir də o müsahibəyə məsəl üçün o keçən dəfə liderimizin birində dedi ki, yəni bu xanım gəlməyəcək qeydiyyata. Dedim, sən zəngləşməyə gətir, mən qeydiyyata gətirəcəm. O zəngləşməyə gəldi, mən o qeydiyyata aldım. Yəni inam, içimizdəki o inamı gözəl şəkildə özümüz hiss etsək, o belə deyim də özümüzü inandırsaq, həqiqətən də gözəl də müsahibəmiz alınır və gözəl də nəticə alınır. Mən müsahibədən həm məhsullardan danışıram, həm necə başladığımdan danışıram. Yəni mənim körpə uşağım 7 aylığından burada olduğumu söyləyirəm. Yəni qarşı tərəfə elə hiss elətdirirəm ki, yəni həqiqətən də qarşı tərəf bəlkə də mən danışanda özünü mənim yerimə qoyur ki, yəni mən də bunları etsəm, bu nailiyyəti əldə edəcəm. Yəni ona görə də gözəl şəkildə yəni müsahibələrim uğurlu alınır. Yəni orada bir sir yoxdur. Yəni birinci inamdır, bir də ki qarşı tərəfə düz olasan. Heç nəyə şişirtməyəsən. Nə sən onu göstərəsən. Məsəl üçün, mən bugün nəyəmsə, mən o qarşı tərəfə onu deyirəm. Yəni, mən onu şişirtsəm, o qarşı tərəf gəlib qeydiyyata düşsə, o qeydiyyata düşəndən sonra, məni tanıyandan sonra, biri var, elə şey olasın, biri də var ki, tam səmimi. Özü, qarşı tərəfdə gələndə çoxsu deyir ki, hicablısız deyirəm, hə.
Çoxsu ona inanaraq, yəni həqiqətən də nəticəsi gözəl olur. Həm də ki, deyirəm mən sənə yalan borcum yoxdur. Mən sənə gətirib qazandırmasam mən burada qazanc əldə eləməyəcəm. Yəni ona görə də gözəl şəkildə, yəni qarşı tərəfə inamı ötürdünsə, o həmişə deyirlər, deyir qarşı tərəfə inamı ötürün, o sizin olacaq. Ona görə də mən nəyəm onu anladıram. O qarşı tərəfdə onu hiss edərək, yəni yaxınlaşır və inşallah ki bundan sonra qeydiyyatlarımda gözəl nəticələnər, inşallah gözəl də irəliləyərəm. Yəni bir yolu tutmuşam, o Çinari liderim dedi, deyim bir müsahibə tutun. Gördünüz ki, alınmır, başqasına keçsin. Məncə bu müsahibəni tutmuşam ki, hələ buraxmaq fikrim yoxdur liderim. Hələ ki davam eləyəcəm. Hələ ki İnşallah alınır, yenə bıraxasınız ki. Maşallah İnşallah qəşəng ki, qeydiyyatlar. gözəl Bu söz nəticələr dönəmi var. mən deyərdim ki, rekord qıran, hansı ki insanlar Azərbaycan üzərindən qeydiyyat gətirə bilmir, aləm qarışıb bir-birinə falan filan dediyi bir dönəmdə siz maşallah tappa-tap qeydiyyat gətirirsiniz. Deməli o zaman nə edirsiniz? Əslində bunun sirri, əmin olun ki, nə bu siz də yeni şirkətdə fəaliyyət göstərirsiniz, biz də yeni şirkətdə fəaliyyət göstəririk. Nətər olur ki, mən bu qədər gəlir götürərkən, bu qədər imkana sahib olarkən, bu qədər maşın sahibi olmuş biri o 4 dəfə o xarici 5 dəfə xarici ölkələri görmüş olaraq mən gətirə bilməm, sənəm liderim tapatap qeydiyyat gətirir. Səbəb nədən ibarətdir? Çünki sənəm liderimin elə ilk başlayanda ayın əvvəlindən bacaracağam inancı və ən əsası da fokusunu qeydiyyata verib yeni insanları bu sektora dəvət edəcəyi inancıdır bu günləri onun qeydiyyatlarının alınmasını təmin edir. Buyur liderim. Əlbəttə ki, dəyişmə. Hələ məsələn müsahibə bilirsiniz nədir xanımlar? Mən hər dəfə sizə deyirəm ki, bəzən xanımlarımız illərlə, aylarla eyni müsahibəni tutur, yapışır, suyunu çıxardır. Artıq nə qədər uzun müddət keçsə də eyni müsahibəni, sonra da 5-6 aydan sonra deyir ki, mən on live-da çalışdım, amma bacarmadım, amma qazanmadım. Təsəvvür edin ki, mən bir reklam qoyuram, bir reklamdan bir 300-400 nəfər geri dönüş edir, bəlkə də 100 nəfər geri dönüş edir. İnanın ki, onun iki nəfərdən bir müsahibəmi dəyişirəm. İkisinə bu cür yazıram. Görürəm ki, bu alınmadı, bu mənə geri dönüş etmədi, ümumiyyətlə heç baxmadı, keçirəm digərinə. Görürəm bu yavaş-yavaş mənə ən azından bir suallar verdi. Biraz bir 5-ini bu şəkildə davam edirəm. Sonra görürəm ki, 5-ini də bu şəkildə sual cavab etdi, mənə qeydiyyata gəlmədi. Təzədən bir 5-ini də, ikisini də fərqli bir, üçünü də fərqli bir yanaşma ilə yanaşıram. Belə o istədiyim özümü qarşı tərəfdə tapana qədər. Çünki ümumiyyətlə bu sahə elə bir sahədir ki, bilin var əlavələriniz, yoxsa mən danışdıqsa bitirməyəcəm. Siz davam edin. Yəni müsaade müsahibəni necə edirəm, qarşı tərəfi necə belə deyim də o zəngləşməyə və yaxud da o qeydiyyata necə gətirdiyimi söyləyəcəkdim. Bəzən liderlərimiz olur, yəni səs atmırlar, ancaq şablon SMS-lər atırlar, o dediyiniz müsahibəni. Mən müsahibə heç vaxt atmamışam. Yəni hazır şablon SMS-lərim var. Onu bilsiz kimlərə yönləndirəm? Onları yeni liderlərimə, bəzi liderlərimə yönləndirirəm ki, o lider onu şeyə gətirsinlər. Öyrənmə mərhələsi, zəngə, linkə. Yox, linkə gətirsinlər, mən o linkdə o xanımı mən qeydiyyata gətirəcəm. Tək o linkə daxil olsun, o razı olsun, o proses var. O prosesi keçsin, mən onu razı salıb qeydiyyata gətirəcəm. Linkdən də yəni bu arada çox qeydiyyatımız oldu. Yəni komandamızın linkdən bayağı bir qeydiyyatımız oldu. Linkə daxil olurlar. Linkdən direkt şəxsiyə keçirdim. İş haqqında məlumat verdim. Bəzisini elə linkdə verirdim. Yəni o müsahibə keçirdik, qeydiyyat olurdu. Yəni gözəl də nəticələrimiz var idi. Bəzən liderlərimiz linkə inanmırlar, amma linkə inanmaq lazımdır. Çünki mən inanmışam, gözəl də belə deyim, bir qolumu linkdən toplamışam deyə bilərəm. Hətta. Baxın, hətta Arzu Xuduzarıya səhv etmirəmsə, link üzərindən komandasını genişləndirərək müəyyən rütbəni açıb, ümumiyyətlə komandasını link üzərindən böyüdüb, rütbə açmışdı, yadımdadır. Hətta təlimdə də bunu qeyd etmişdi. Niyə? Əslində nə müsahibə, nə gedişat, nə plan, nə statistika, bunların hər birini kənara qoyun. Əslində burada hansı nədir bizi bu sektorda qazandıran? Yenə də sonunda yeni bir nöqtəyə gəlirik ki, inancımız üzərindən də fəaliyyətimizi doğru aparmamız. Bayaq nə deyirdim, qoymadın, sağ ol liderim. Yadımdan çıxdı nə deyirdim, unutdum. Mən də sağ yol verirdim ki, özüm tamamən unutdum. Hansı ki, müsahibənin önəmli bir faktorlarından danışacaqdım, amma yadımdan çıxdı. Yəni, insanlara, 5-ini 10-unu dedikdən sonra deyirdim. Hansı ki, insanlar bu sektora sənin üçün, səninlə gələrkən, sənin əməkdaşlığı qəbul edərkən, bəli, gəlirlər. Bəzən xanımlar deyirlər, mən sonsuz sayda qeydiyyat gətirirəm, amma saxlaya bilmirəm. Bilirsiniz niyə? Çünki o xanım öz duygusal zəkasını doğru idarə etməyə bacarıb, o insanda özü üçün tapdığı, bizi birləşdirən ortaq cəhət nədir? Onu tapmadığı üçün o tərəfdən o yöndən giriş edə bilməyibdir. Müsahibə çox asandır, insanları gətirmək çox asandır. Bəzən sizlərə görə çətindir, amma bəzi xanımlar var ki, onlar deyirlər ki, mən
çoxlu qeydiyyat gətirirəm ki, amma qeydiyyatım alınmır, qeydiyyatım davamı gətirmir. Səbəb nədən ibarətdir? Səbəb ondan ibarətdir ki, sən insanlarla ünsiyyət qurarkən hərəni bir nöqtədə birləşdirən. Çünki biz bir qadınıq, çünki biz bir Azərbaycanlıyıq və genel olaraq ümumi hər birimizin bir dərdimiz var. Mənim dərdim əgər sənin dərdinə uyğundursa, mənim inkişafım sənin inkişafına uyğundursa, yəni sən artıq özünü o qədər pik nöqtəyə çatdırmalısan ki, bu müsahibə konusunda, bu etirazlar konusunda, plus müsahibədən sonra insanların bu sektorda qalmasını təmin etmək üçün. Çünki bayaqları qeyd etdim. Bugün Sənəm xanımın burada qalma səbəbi nədən ibarətdir? Ortaq bizi birləşdirən bir cəhət var. Aysunun burada qalması nədən ibarətdir? Ortaq cəhətdir. Ayşənin burada qalma səbəbi nədən ibarətdir? Ortaq cəhətdir. Yəni, məsələn, kimisi ayaqları üzərində durmaq istəyir, mən də ayaqlarım üzərində durmaq istəyirəm. Kimisi pul istəyir, mən də pul istəyirəm. Kimisi maşın istəyir, mən də maşın istəyirəm. Kimisi ev istəyir, mən də ev istəyirəm. Kimisi gəzmək istəyir, mən də gəzmək istəyirəm. Kimisi xarici ölkələrə səyahət istəyir, mən də istəyirəm. Yəni, genel olaraq mən artıq bir şəbəkədə bütün insanların istədiyini özümdə formalaşdırmağı bacardığım üçün o insanlar da bugün mənə ona görə mənim yanımda qalmağı, sənin yanında qalmağı, onun yanında qalmağı təmin edir. Çünki kimin yanındasa şirkətə görə gəlir, hər dəfə şirkətə görə gəlir, məhsula gəlir. 50% görə burada qalırsa da 50% sənə görə burada qalır. Sizi birləşdirən ortaq nədir? Nədir? Onun tapıb, onun üzərindən o ortaq nöqtədə birləşərsinizsə, gətirdiğiniz insanlarla çox gözəl inkişaf etdirə bilərsiniz. Mən buna biraz açıqlama verim, biraz genişlik, geniş şəkildə anlatmağa çalışım. Deyək ki, Aysun mənim komandama gəlib, başlayıb fəaliyyətini davam etdirməyə, məhsulları sevir, bəyənir, qruplara daxil olur, çox da peşə şəkildə irəliləyir. Amma Aysun'u mənimlə bir sponsor olaraq mənim gətirdiyim insan olduğu üçün, mən komanda rəhbəri olduğum üçün Aysun'u mənimlə bağlayan heç nə yoxdur. Əslində, məsələn, Aysu ev istəyir, mən onun o yandan ona doğru strategiya üzərindən irəliyib bu evi necə ala bilərik, birlikdə fəaliyyətimizi necə davam etdirə bilərik, o inancı ona formalaşdırmağı bacararamsa, o zaman Aysun mənimlə bərabər qalıb çalışmağı da qarşısına hədəf qoyub, təbii ki, birlikdə çalışmağı qəbul edər. Ona görə müsahibə bir ayrı mövzudur. Müsahibədən sonra inkişaf təbii ki, ayrı mövzudur. Bunu da inşallah bir gün başqa bir təlimdə mütləq və mütləq müsahibədən sonra insanlarla necə davranıb, onları necə həqiqətən bu sektora dəvət edib. Çünki bir insanın 3 və 6 ay arası onun hətta 3 ay ümumiyyətlə dönəmsel olaraq düzdür. Deyirlər 2-72 saat, amma mənə görə ilk 72 saat deyil də. Mənə görə çünki təcrübələrimdən əsaslanıb yola çıxaraq, təbii ki, artıq bu 4 ildə müəyyən insanların mənimlə qalması, müəyyən yerlərə gəlməyim, təbii ki, artıq təcrübəmin bir sözə deyil də artıq təcrübəyə əsaslanıb töküldüyünü gördüyüm və onun nəticəsində analiz etdiyimdə 3 ay bizim üçün önəmlidir bir insanla doğru faktoru, doğru aradakı ünsiyyəti doğru şəkildə qurmağı təmin etmək. Çünki 3 ay müddətinə sizin bir ortaq nöqtəniz, sizin 3 aydan sonra artıq sən onu dönəmsel axtaracaqsan. Mən 3 ay birlikdə fəaliyyətinizi davam etdirdiniz, 3 ay ölümünə çalışdınız, 3 aydan sonra artıq nə edəcəksiniz? O birlikdir. Bir zaten artıq onun bir hədəfi, bir arzusu belirlənir. O bir müddətlə o işini biləcək və sənə nə zaman gələcək, sənə üstünə nə zaman gələcək, o zaman sənin üstünə gələcək ki, həqiqətən sənə ehtiyacı olacaq. İhtiyacı olmadığı müddətcə o sponsor partnyor münasibəti doğru qurulmağı bacararsa artıq o sənə gəlməyəcək və zaten o hər kəs burada bireysel olaraq öz fəaliyyətini davam etdirmək üçün, öz qazancını əldə etmək üçün bu sektora dəvət olunduğunu, gəldiyini, birinci növbədə sponsorun doğru anlatılmasından, müsahibələrdə doğru şəkildə müsahibədən sonra gedişatdır. Haradan hara getdim, mənə boş verin, keçin bir dənə bölüb paylaşım edim, mən yoxsa səhərə qədər danışacağım. Sözü çəkəcək, yayıl edim. Paylaşıldı ekran. Həqiqətən şəbəkə dərin bir dəryadır. Bu şəbəkəni bilirsən niyə sevirəm? Danışdıqca danışıb, böldükcə bölüb, vergi, bilgi, nə bilim, nə, hər şey həqiqətən bu şəbəkədə var. Bu şəbəkənin qədrini bilib özünü doğru gelişdirənlər, bu sahədə mükəmməl şəkildə fəaliyyətini davam etdirənlərdir. Biraz müsahibənin haqqında qısa bir lakonik edim, sonra keçərik inşallah gələn təlimlərdə müsahibədən sonraki
mərhələyə. Müsahibənin məqsədi məsələn namizədi tanımaq, hansı ki qarşı tərəfin kim və nəyə ehtiyacı olduğunu duyarsınızsa, onu bu sektora və yaxud da ki şəbəkəyə və yaxud da ki hər hansı bir məhsulların təqdimatı üçün dəvət etməyə bacararsınız. Bacarıq və təcrübəni yoxlamaq, hansı ki onun nələrə qadir olduğunu onunla danışarkən hiss etmək, duymaq. Və yaxud da necə qeyd etdim ki, kimisi məhsul üzərindən, kimisi ayaqları üzərində durmaq üzərindən, kimisi səyahət etmək. Təbii ki, sən onlarla ünsiyyət diyaloq qurarkən onun nə istədiyini, qarşı tərəfin nə istədiyini anlayaraq. Uğurluq və ya motivasiyanı anlamaq. Hansı ki, bu insan uğurlu olmaq istəyir və motivasiyasını anlayıb, motivasiyası hansı dərəcədə olmasını və bu motivasiyanı ona nə dərəcədə doğru şəkildə vermək, ona anlamaq və yaxud da anlatmaq. Əsas müsahibənin növləri iş müsahibəsi, bilirsiniz də vakansiya üçün hansı hal-hazırda bizimki elə demək olar ki budur. Sonra biznes şəbəkə müsahibəsi və əməkdaşlıq üçün bizimki hal-hazırda həm məsələn bəzən olur ki vakansiya üçün seçirik. Niyə? Bu insanlar elə insanlar var ki sadəcə və sadəcə özünü gelişdirmək, inkişaf etmək, çox gözəl yerlərə getmək, özünü sınamaq. Bunlar üçün vakansiya ayrı bir müsahibə növünü təşkil edib insanları bu sektora da dəvət edə bilərsiniz. Əməkdaşlıq üçün bildiyiniz kimi məhsullar üzərindən və yaxud da ki təqdimatını genişləndirərək nə istədiyini, o əməkdaşlığınızı doğru irəlilətmək üzərindən. Sonra media müsahibəsi, tanıtım, fikir paylaşımı, hansı ki bu müsahibələr bildiyiniz kimi sosial şəbəkələr, statuslar, storylər və bunlar da bizim müsahibə mətnimizin, müsahibəmizin bir üzvüdür ki, biz insanlar həm komandamıza gələn insanlar, həm komandamıza gələcək insanların artıq bu tanıtım üzərindən də əslində biz müsahibəmizi keçmədən keçirik. Yəni insanlara sosial şəbəkələr vasitəsilə o müsahibəmizi keçirik. Görürsünüz, çox insanlar var. Məsələn, keçən səfər YSM liderim var. Deyir ki, mən ancaq komandamı ancaq və ancaq story və status üzərindən yığıram. Görün, 3 ildir buradadır. 3 ildə komandasını ancaq story və status üzərindən yığır. Bax, bu da media müsahibəsi. Təhsil müsahibəsi, qəbul və seçim mərhələsi. Hansı ki, bəzən olur ki, biz artıq reklamlar veririk və reklamlar verərkən bizə bir 100 nəfər, 50 nəfər yazı geri dönüş edir, bizə müsahibə istəyir. Bu zaman da biz deyirik, onları artıq biz seçirik, biz onların qəbul edərək, hətta keçən səfər qrupada atmışdım, yəqin ki, dinləmişsiniz ya dinləməmişsiniz. Nə yazmışdım? Xanım mənə yazmışdı ki, vaxtım yoxdur. Mən də yazmışdım ki, vaxtın yoxdursa, o zaman niyə yazmışsan mənə? Çünki o mənə müraciət edir. Əgər o mənə müraciət edirsə, mən onu zorla gətirmək kimi bir etsəm, o gələcək yenə də çalışmayacaq. Amma mən ona bəri başdan mənim işimin nədən ibarət olduğunu qarşı tərəfə otursam, o artıq işin məsuliyyətini və işin mahiyyətini dərindən anlayacaq. Bu da təhsil müsahibəsidir. Müsahibənin mərhələsi ilk tanışlıq, sən kimsən, mən kiməm, mən bu sektorda hansı uğurlara imza atmışam və mən bu sektorda hansı amala xidmət edirəm və yaxud da ki, mən bu sektora gələndə hansı leveldaydım. Çünki insanlar sənin gözəl danışığını, gözəl müsahibəni görüb deyir ki, sən savadlısan, sən bacararsan, amma biz bacarmarıq düşüncəsi olduğu üçün sən nə edəcəksən? Sən onlara doğru tanışlığı verib kim olduğunu və nəyə xidmət etdiyini və hansı platformada fəaliyyətini davam etdirdi və nə üçün burada olduğunu təbii ki onlara çatdırsaz, daha səmimi bir ortam yaratmış olursunuz. Suallar, təcrübə, məqsəd və baxış, təbii ki artıq suallar verirsiniz. Məsələn, mənim suallarımın ən məşhur sualım nədən ibarətdir? Xanım, zaten illərdən ənəvi marketdən istifadə edirsən, şampun, sabun, paraşok alırsanmı? Əlbəttə ki, deyir, alıram. Sual deyirəm ki, o şampun, sabun, paraşokun üzərində bir dənə yumurta alırsanmı? Deyir, yox, almıram. Artıq bu nədir? Suallar, qarşılıqlı gözləntilər, artıq sən mənimlə əməkdaşlıq edərək nə qazanacaqsan, mən səninlə əməkdaşlıq edərək sənə nə verəcəm? Artıq burada qarşılıqlı bir gözləntilər ortaya qoyulur. Qarşılıqlı bir dialoq nəticəsində sən mənə nə verə bilərsən, mən sənə nə verə bilərəm. Sən məni dinləyərsənsə, qazanarsan, mən sənə yolunu öyrədəcəm. Sən məni dinləyə və yaxud da ki, zənglərimə cavab verib məndən öyrənməyi tələb edərsən və yaxud da qrupları, yəni qarşılıqlı gözləntiləri artıq elə o müsahibədə də mütləq və mütləq qarşı tərəfə ötürsəz daha gözəl şəkildə əziyyət çəkməzsiniz. Çünki gətirib qrupa salmırsınız. Bəzən onlar xanımlar deyir ki, mən gətirib qızlarımı qrupa salmaq istəmirəm, çünki çox qruplarda yazışmalar olur. Mən də deyirəm ki, çünki yanlışın onun ibarət ki, sən qarşılıqlı gözləntilərini ona qarşı tərəfə doğru ötürməmsən. Yekun və növbəti addım, uğurlu müsahibə üçün əsas qaydalar, aydın və səmimi danış. Hansı ki, bəyaz sənən liderim çox gözəl bir söz danışdı ki, səmimiyyət, həqiqətən də rəsmiyyət təbii ki olur. Məsələn, insanlar var ki, səmimi danışsan bu sənə gəlməyəcək. İnsanına baxıb müsahibəni doğru şəkildə qarşı tərəfə ötürürsən, aydın və səmimi danışmalısan, qısa və konkret cavablar ver. Hansı ki, uzun uzadı, ay mənim nənəmin
qızının xalası qızı bu sektorda dəvət etdi məni falan da filan da yox. Nə? Qısa və lakanik suallara cavab verərək o insanları bu sektora dəvət və onları bu sektorda cəzb edə bilərsiniz. Qarşı tərəfi diqqətlə dinlə. Niyə dinlə? Çünki biz insan resurslarla çalışırıq, insanlarla davranırıq. İnsanın nə istədiyini bayaqlar qeyd etdiyim kimi biz onu bilməsək, onu bu sektora nəyə görə və necə dəvət edəcəyimizi bilmərik. Öz dəyərini göstər, amma şişirtmə. Bu yanlışlarımızdan biridir. Mən də biraz belə çox təəssüf olsun bunu inşallah ki özümdə. Mən özümdə günah səhvlərimi çox gözəl şəkildə qəbul etməyə bacaran bir lider olduğum üçün bu yerdə olmama baxmayaraq, bu qədər sizin kimi mükəmməl xanımlara və bir ekibə malik olmama baxmayaraq, mən məsələn öz səhvlərimi görürəm ki, mən biraz deyəsən özümü biraz fazla, biraz belə bəzən müsahibələrdə fazla yuxarıdan tuturam, amma o da gərək deyil. Balansı normallaşdırmalısın. Əslində mənim müsahibə keçmə səbəbim qeydiyyat gətirmək deyil. Əslində mən özümə xatırlatmaqdır ki, mən hansı gücə malikəm və mən insanlara bu sektora həqiqətində işimə qarşı ümumiyyətlə müsahibə o qədər gözəl, müsahibəni çox sevirəm. Mən boşluğa düşən kimi gedib müsahibə keçirəm. Niyə müsahibə keçirəm? Boş olan kimi müsahibə keçmə səbəbim ondan ibarətdir ki, o insanlara işimi anlatarkən işimin qədrini daha çox bilirəm, işimə daha çox zaman ayıram, işimi daha çox sevgi ilə icra etməyi təmin edirəm. Və bu işimi sevgim təbii ki mənim artıq komandamda doğru idarə etməyimə, doğru yön göstərməyimə, doğru şəkildə arxamdan aparmama gətirib çıxardır. Amma işimi sevməsəm, əlbəttə ki, mənim işimə kim dəyər verəcək? Vallahi nə komanda dəyər verməyəcək, nə ailə dəyər verməyəcək, nə ümumiyyətlə heç kim dəyər verməyəcək. Çünki sən dəyərli bildiyin neysə dəyərli qılmağa bacararsan. Ona görə də birinci özünüzə dəyər verəcəksiniz, sonra da işinizə dəyər verəcəksiniz ki, inşallah ki, hər kəs sizin işinizdə dəyərli bilib sizin arxanızda gəlməyi təmin etsin. Məndən bu qədər. Liderim əlavələrim varsa buyurun, əlavələriniz yoxsa inşallah gələn təriflərdə yeni bir mövzu üzərindən inşallah görüşmək ümidilə. Əlavəm yoxdur, sadəcə bütün liderlər demək istəyirəm ki, yəni həqiqətən də inan, yəni uğurun açarıdır. Özünüzə inanın, həqiqətən də burada mükəmməl şəkildə müsahibə keçəcəksiniz. Bir də çalışın çox müsahibələrə daxil olun ki, o insanı daha motivasiya edir və belə deyim də o enerji verir də bir sözlə. O guarana kofesinin içəndə necə enerji alırsan, bax müsahibəyə də girəndə istəyirsən ki 5-6-sına dalbadal girəsən, yəni nəticədə mükəmməl olur. Bu qədər. Təşəkkür edirəm hər birinə. Təlimimizə qatıldığı Axşamınız xeyir olsun mənim dəyərli liderlərim. Çinarə xanım, Sənəm xanım. Hər birinizə təşəkkür edirəm. Çinarə xanım, Sənəm xanım, var olasınız. Var olun, mən də Sənəm xanım davamlı çalışan, pəs etməyən liderlərimizdəndir. İnanıram ki, yəni bizimlə sonuna qədər gedib və ən azı burada Diamond üstü rütbələri əldə edəcək. Həqiqətən mən buna inanıram. Həqiqətən möhtəşəm bir təlim oldu mənim üçün də. Yəni necə deyərlər, sanki bir beynimi yenilədim, çox zövqlə dinlədim. İnanın ki, başdan ayağa. Hər birinizə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız və bizim komandalarımızı bu şəkildə gözəl faydalandırırsınız. Əlbəttə ki, bu axşam mən inanıram ki, bu təlimə qoşulanlar, öz qeydlərini aparanlar, diqqətlə dinləyənlər bir addım öndə olacaqlar. Amma əlbəttə ki, dinləməyənlər, yəni şanslarına küssünlər deyərdim. Buyurun kifayət. Çox sağ olun. Təşəkkür edirəm Anilə liderim. Sağ olun. Var olun, liderim. Axşamınız xeyir olsun. Mənim dəyərli, özəl, bir-birindən gözəl, bu qədər gözəl təlimi bizə keçən Çinarə liderim və Sənəm liderim. Hər ikinizə təşəkkür edirəm. Ağzınıza, əməyinizə, göz nuruna sağlıq deyirəm. Sənəm liderimə bayıldım. O qədər zövqlə mən güc və zəka birliyində də hər birinizi, hər dəfə, hər kəlmənizi, hər sözünüzü diqqətlə dinləyirəm və təşəkkür edirəm sizə. Həqiqətən bu gecə mən o qədər gözəl zövq aldım bu təlimdən. Bax, yeni era bu olsa gərək. Doğrudan da indi hiss elədim ki, onda yeni era başladı. Və Sənəm liderim mən bəli, liderim mən Sənəm liderim kimi ayda 8 dənə, 10 dənə, 12 dənə qeydiyyat gətirən bir liderəm. Amma bu aralar bilmirəm, nəsə oldu, mənə də nəsə oldu. İnşallah ki, yenə bu aydan başlamışam. Keçən ayda bir dəvətli, bu ayda sadəcə bir dəvətli özümdən utandım ki, mən işləmirəm. Sənəm liderimə baxdım, dedim, mən niyə işləmirəm? Demək ki, mən doğrudan öz üzərimdə, mən də hər zaman komandama da deyirəm ki, inam. Hər gün ki, hansı vaxt ki, inamla mən qazanıb bu gün o qeydiyyat gətirəcəm. İllahi ki, deyirəm, həqiqətən də gətirirəm, qeydiyyatım da olur. Və çox təşəkkür edirəm. Depolandım, müsbət depolandım. Hızla irəli, ağzınıza, əməyinizə sağlıq. Çox gözəl ruh verdiniz mənə. Mənim dəyərli liderlərim. Sizi çox sevirəm. Yaxşı ki, yaxşı ki biz.
Var olun liderim. Yaxşı ki sizler, yaxşı ki bizler, yaxşı ki hom. Hələ çox dastan yazacaq yeni erada. Allah'ın izniyle. Bəli. Yeni diamond deməyək də Aynur xanım. Sen de mən dilimə saldın. Yeni platinler, yeni masterler, yeni listeler. Oy. İnşallah yeni rütbelerle hele necə ki İnşallah. artıq səhv etmirəmsə 2-ci ilimizdəydi. Hansı ki Hom Azərbaycana gələndə 2-ci ilimizdə maşallah olsun ki biz 11 diamond yoxsa 12 diamondla Türkiyə səyahətinə getmişdik. İnşallah yeni erada da 2-ci ilimizdə yeni platin demeyeyim. RIS diyeyim. Çünkü RIS'e 3000-4000 gelirdi. İnşallah yeni RIS'de adlarını da bilmiyorum ki yavaş öğreneceği olmaz. Zaten biz ne kadar öğrenirik o kadar inkişaf ederiz. Yeni masterler diyeyim, o master diyeyim. Yeni inşallah platinler, yeni RIS'e sepet veremse RIS'lerle İnşallah ki bu günü anacıq. Mən buna inanıram. Mən buna güvənirəm. Anacıq ki biz keçən səfər birini qoyum, yenə birini qoyum, sonra yekunlaşdırım 6 dəqiqəmiz var. Bir Türkiye'de yeni bir era geçirmişti. Bir deprem olmuştu. Hansı ki Hom'un depremini deyirəm. Onu çok güzel anırdılar ki bizimle kalan liderler maşallah olsun ki səhneler, ne bileyim falanlar artık safari o ülke Paris o falan ülkelere seyahate gitmiştiler. İnşallah biz de bu depremde əsl liderim deməsin bu zəlzələdə İnşallah ki üzü ağ çıxıb 2 ildən sonra bizdə belə bir problem yaranmışdı. Biz bunun üstəsindən gəlməyə bacardıq deyən liderlərdən olacaq. Gecəniz xeyrə qalsın. Gələn təlimdə görüşmək ümidilə. Hələlik. Hələlik.